Ay Allah! Bakıda bu tarixdə yenə güclü yağışlar gözlənilir. Rayonlar hələ sular çəkilməyib, insanlar problemlərini həll edə bilməyib, döşəmələrini quruda bilməyiblər, divarlarını quruda bilməyiblər, mebellərini quruda bilməyiblər. Yenidən yağışlar gözlənilir. Bəli, Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. Təbii ki, istinad edirəm Milli.az-a hava proqnozu tədbiqlərindən yer alan məlumatlara əsasən paytaxtda 13-14 aprel tarixlərində yağış yağacağı ehtimalı olunur. Qoy ehtimal olunsun, amma yağmasın. Bir də burada güclü yağışlar gözlənilir, qeyd olunmayıb. Şükürlər. Məncə düşünürəm ki, hələ ehtimal olunsun. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Təbii ki, bir müddət əvvəl Bakı bölgələrdə yağan aramsız yağışlar nəticəsində sel və su basma hadisələri qeydə alınıb. Hal-hazırda da yenə də deyirəm ki, evlər, rayonlar, küçələr, dalanlar hələ ki suyun içərisindədir. İnşallah çıxış yolu tapılar.